Qərbi Azərbaycana qayıdış, milli ideyanın yeni mərhələsi kimi adlı konfransda bu torpaqlara qayıdışın Azərbaycan xalqının beynəlxalq hüquqa söykənən haqqı olduğu diqqətə çatdırıldı. Qərbi Azərbaycana qayıdış ideyası bu gün Azərbaycan dövlətinin, Azərbaycan millətinin strateji hədəfidir. 44 günlük vətən müharibəsindən sonra artıq tarixi torpaqlarımıza qayıdış bizim milli ideyamızdır. Konfransda bildirildi ki, Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların qayıdış hüququnun normativ əsasları elmi baxımdan təhlil edilib. Cənab Prezidentin də qeyd etdiyi kimi, bu qayıdış tanklarla deyil, məhz sülh məramlı bir qayıdış olacaqdır və bu tarixi həqiqət də çox yaxın zamanda öz yerini tapacaqdır. Konfrans çərçivəsində qayıdış və regionun yeni sülh arxitekturası, qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində, tarixi yaddaş və milli kimlik mövzularında 3 panel sessiyada baş tutdu. İrəvandan Göyçəyə, Zəngəzurdan Dərələyizə kadar uzanan bu coğrafyaya sadece bir harita parçası olarak bakamayız. Mezar taşlarımızın bulunduğu, camilerimizin yükseldiği, halk türkülerimizin, bayatılarımızın doğduğu, hatıralarımızın, kültürümüzün yaşadığı vatan da orası. Bakı Dövlət Universiteti və Qərbi Azərbaycan icması arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalandı. Konfrans sabah 5 bölmə iclası ilə davam edəcək. Şamilə Şamil qızı, Novruz Kazımov, ASTV Xəbər.